Salam əziz tamaşaçılar. Dedim sizə də nümayiş etdirim. Buradan Şəkinin Qurcana şəlaləsinə cığır qalxır, yol qalxır. Çox mənzərəli, səfalı yerlərdir. Bilmirəm şəlalənin özünə qədər qalxmağa halım olasıdır yoxsa yox. Heç olmasa kəşfiyyat eləyərəm buraları. Biraz sizə də nümayiş etdirim. Belə bir geniş cığırdır. Yuxarılarda daralır, daralmır bilmirəm. Deyəsən zirinçdir bu. Yadımda qalmayıb, zirinçdir deyil. Baxarım. Deyirlər ki, buraya gəlib gedənlər hardasa işarələr qoyublar. Turistlər üçün cığırları göstərən, yolu göstərən. Biraz qalxıb baxacağam, görüm vəziyyət necədir. Doğrudan da işarə görünür. Gərək mən Google xəritəyə baxım görüm. Hansı tərəfə getmək lazımdır? Daha məsləhətlidir. Sağ tərəfə, sol tərəfə. Əgər düz xatırlayıramsa sağ tərəfə getmək lazımdır. Aha, yazıblar üstündə Qurcana şəlaləsi. Kim yazıbsa Allah razı olsun. Kiminsə ağlına gəlib, başqa insanları düşünən adam olub götürüb. Qeyd eləyib ki, Qurcana şəlaləsinə belə getmək lazımdır. Biraz gedək baxaq. Kameranın silkələnməsinə görə üzürlü hesab eləyin. Hətta asfalt yolda belə gəzə-gəzə telefonla çəkiş aparmaq yaxşı effekt vermir. Silkələnmələr olur, əsmələr olur. Ayağınızın altına fikir verin gələndə. Yolu diqqətlə nəzərdən keçirin, diqqətlə. Yılan olmasın. Yerdə malqara peyni var. Yəqin ki, malqara otlamağa gəlir. Şəhər qaldı xeyli aşağıda demək olar ki. İri hörümçəklər var. Ümid edirəm ki, həşaratlardan qorxunuz yoxdur. Varsa da tərcih edin. Maraqlı nəsə olsa yolda çəkib göstərəcəyəm. Ümid edirəm ki, bu qədər kifayətdir. Hövsələnizlə oynamayın. Çox vaxt uzalmayın.